Torpağın da ləzzəti bir başqadır ha, Tovuz torpağının. Salam dəyərli xanımlarımız. Fəslimizin ən gözəl nemətlərindən olan güləncər hazırlayıram. Gəlin birlikdə izləyək. Tovuzdan gələn belə körpə güləncərlərimiz var. Görürsünüz necə körpə və balacadır. Suda biraz saxladım, təmizləndi. İndi üzərindən təmiz su keçirdəcəm və qoyacam. Üzərinə su əlavə edib biraz bişməyə. Əsas nüans odur ki, güləncəri çox suda bişirmək olmaz. Qaynara düşəndən 10 dəqiqə sonra götürəcəyik. Deməli, duzunu əlavə edirəm. Sonra biraz azacıq zərbəçal tozu. Dadı da lap gözəl olsun. 2 hissəyə böləcəm. Bir hissəsinə yumurta əlavə edəcəm. Rənginə baxın necə gözəldir. Tavaya əlavə eləyib, üzərinə yumurta əlavə eləyəcəm. Kərə əlavə elədim. Özüm hazırladığım möhtəşəm. Yeməyimiz hazırdır. Özüm hazırlayıram deyə tərifləmirəm, amma əlimin duzu var ha. Torpağın da ləzzəti bir başqadır ha, Tovuz torpağının.